Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Allah'tan başqasına and içməklə bağlı hədisləri inşallah zikr edəcəyik. Yəni, bu məsələ çox dairələrdə, çox toplumlarda müzakirə olunur. Yəni, kimisi deyir ki, bu kiçik şirkdir, kimisi deyir ki, bu böyük şirkdir, kimisi deyir ki, bu kiçik şirkdir, bunu edən kafir olmur. Deməli, heç kim təkfir eləmək olmaz deyə belə əcaib bir istidlal eləyirlər. Bunların hamısının təməli odur ki, insanlar dinlərini araşdırmaqdansa küfrə düşməyi üstün tuturlar. Tək ki, dinlərini araşdırmasınlar. İndi oxuyacağımız hədislər inşallah ilk başda zəif rivayətləri oxuyacağıq. عن نافع عن عبد الله بن عمر قال سمع النبي صلى الله عليه وسلم رجلا يحلف بأبيه فقال لا تحلفوا بآبائكم من حلف بالله فليصدق ومن حلف له بالله فحلف له بالله فليرضى ومن لم يرضى بالله فليس من الله أخرجه ابن ماجه قال حدثنا محمد بن إسماعيل بن سمرة قال حدثنا أسباط ابن محمد عن محمد بن عجنال عن نافع فذكره. Deməli, Nafi Abdullah ibn Ömərdən rivayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem eşitdi ki, bir kişi atasına and içir, dedi ki, atalarınıza and içməyin. Kim Allah'a and içsə, andına sadiq qalsın. Kimin üçün Allah'a and içilsə, razı olsun. Kim ki Allahla razı olmazsa, Allah'tan deyildir. Hədisi İbn-i Macə rivayət etmişdir və sənədini oxuduq. Deməli, bunun hədis haqqında zikr olunur. Fəvaid. Qale Abdullah ibn Əhməd, həddətəni İbn Xallad, qale səmi'tu Yahya yəqul, kənə İbn Aclan muttaraban fil hədisi Nafi' və ləm yəkun ləhu tilkəl qiyməti indah. Əd-du'afə lil-uqeyli vəl-i'lal. Abdullah ibn Əhməd ibn Hanbəl deyir ki, İbn Xallad mənə danışdı ki, Yahya'nı eşitdim, yəni Yahya ibn Ma'ini. Deyir ki, İbn Aclan muttaraban fi hədisi Nafi'. Yəni, Nafi'dən rivayət etdiyi hədislərdə muttarib və yaxud da muttarab birisidir, yəni qarışdırırdı. Və deyir, onun belə bir qiyməti yox idi. İləl kitabında 4945-ci, Əd-du'afə lil-uqeyli kitabda isə 5-ci səhifə 354. عن سعد بن عبيدة قال جلست أنا ومحمد الكندي إلى عبد الله بن عمر ثم قمت من عنده فجلست إلى سعيد بن المسيب قال فجاء صاحبي وقد اصفر وجهه وتغير لونه فقال قم إلي قلت ألم أكن جالسا معك الساعة فقال سعيد قم إلى صاحبك قال فقمت إليه فقال ألم تسمع إلى ما قال ابن عمر قلت وما قال قال أتاه رجل فقال يا أبا عبد الرحمن علي جناح أن أحلف بالكعبة قال ولم تحلف بالكعبة إذا حلفت بالكعبة فاحلف برب الكعبة فإن عمر كان إذا حلف قال كلا وأبي فحلف بها يوما عند رسول الله صلى الله عليه وسلم فقال رسول الله صلى الله عليه وسلم لا تحلف بأبيك ولا بغير الله فإنه من حلف بغير الله فقد أشرك. Deməli, Sa'd ibn Übeydə deyir ki, mən və Muhammed el-Kindi Abdullah ibn Ömərin yanında oturmuşdu. Sonra deyir, getdim Sa'id ibn Müseyyebin yanında oturdum. Deyir, sonra mənim dostum gəldi. Onun sifəti deyir, saralmışdı, rəngi dəyişmişdi. Deyir, mənə deyir ki, dur mənim yanıma gəl. Dedim ki, oturmamışdım bəxtin sənin yanında. Sa'id ibn Müseyyeb dedi ki, qalx dostunun yanına get. Getdim onun yanına, dedi ki, eşitdinmi ki, İbn Ömər nə dedi? Dedim ki, yox. Nə dedi? Dedi ki, onun yanına bir kişi gəldi. Dedi ki, ey Əbu Abdurrahman, əgər Kəbəyə and içsən, mənə günah varmı? O da dedi ki, Kəbəyə niyə and içirsən? Kəbəyə and içmək istəyirsənsə, Kəbənin Rəbbinə and iç. Deyir, Ömər bin Xattabi qəsd edir. And içəndə, xeyr, atama and olsun deyirdi. Və deyir, bir dəfə Rasulullah sallallahu aleyhi ve sellemin yanında belə and içdi. Və Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, atana and içmə, atan başqasına and içmə. Kim ki atan başqasına and içərsə, şirk etmişdir.
Bu hadisin isnadındakı Şeyban və Şübə hər ikisi Mansur ibn Mu'tamir, o da Sa'd ibn Ubeydədən zikr etmişlərdir. Həmçinin təxrici ilə bağlı Abdurrazzaq 15926 nömrəli rivayətdə sənədində deyir: "Əxbarana Thawri an Abihi vəl-Amash və Mansur və İbn Abi Şeybə qala haddathana Vaki' anil Amash və Ahmad ilə axir hada." Yəni qaynaqlar zikr olunur isnadlarla birlikdə. Təməl, yəni 4 rivayət edənlər, yəni أربعتهم سعيد بن مسروق والد سفيان وسليمان الأعمش ومنصور بن المعتمر والحسن بن عبيد الله عن سعد بن عبيدة قال كنت مع ابن عمر في حلقة فسمع رجلا في حلقة أخرى وهو يقول لا وأبي فرماه ابن عمر بالحصى وقال إنها كانت يمين عمر فنهاه النبي صلى الله عليه وسلم عنها وقال إنها şirk. Və deyir ki, bu rivayətə gəlir ki, yenə deyir, mən İbn Ömərin yanında bir halqadaydım. Deyir, başqa bir halqada bir kişinin biri deməyini eşitdi ki, xeyr, atama and olsun və onu deyir, Abdullah İbn Ömər onu daşladı və dedi ki, bu deyir, Ömərin andı idi və Peyğəmbər sallallahu aleyhi ve sellem ona bunu qadağan etdi və dedi ki, deyir, bu şirkdir. Yəni, bu rivayətdə müxtəlif ləfizləri vardır. Və həmçinin burada sənəddə də ittiraf, yəni sənəddə ixtilaf etmiş, bir-birinə qarışdırmışdır. İndi hədisin halına baxın. Yəni, Fəvail, qalə Əbul Həsən Əd-Daraqutni, yarvihi Sa'd ibn Ubeydə və ixtilifə anhu. Yəni, bu artıq illət elmidir. Yəni, çox incə məsələdir. Burada diqqət eləyin. Əbul Həsən Əd-Daraqutni deyir ki, yarvihi Sa'd ibn Ubeydə və ixtilifə anhu və fəravahu Muhammed ibn Fudayl عن الأعمش عن سعد بن عبيدة عن أبي عبد الرحمن عن ابن عمر وخالفه الثوري وعبد الله بن داود الخريبي فروياه عن الأعمش عن سعد بن عبيدة أنه سمع من ابن عمر ورواه منصور بن المعتمر واختلف عنه فرواه شيبان عن منصور عن سعد بن عبيدة عن محمد الكندي عن ابن عمر فخالفه الثوري ويزيد بن عطاء فروياه عن منصور عن سعد بن عبيدة عن ابن عمر وقيل عن الثوري عن أبيه عن والأعمش ومنصور وجابر الجعفي عن سعد بن عبيدة عن ابن عمر. Yəni burada sənəddə olan ixtilafları zikr eləyir Əbul Həsən Əd-Daraqutni və gördüyünüz kimi də burada sənəddə şiddətli ittiraf vardır. Həmçinin Cabir el-Cu'fi yalancı birisidir, Amaş müdəllistir. Burada da Səmi'tu həddəsənə ənbəənə əxbarana kimi ləfzlər deməmişdir, yerinə isə an deyə zikr etmişdir. Bu da onu göstərir ki, yəni bu hədis, yəni bütün tarixləri ilə birlikdə ələ alındıqda zəif olunduğu ortaya çıxır. Həmçinin burada digər bir rivayətlər də vardır ki, yəni burada mən hələfə bi qeyrillahi fəqad əşrək deyə biz rivayətləri biz oxuduq. İnşallah başqa ləfzlər də vardır. İnnallaha yenhakum an tahlifu bi abaikum və men kana halifan falyahlif billahi fa aw liyasmut. Yəni bu rivayət isə inşallah yəni sabitdir. Digər ləfzdə isə belə deyilir ki, innakum tushrikuna taqulun ma şa'allah və şi't və taquluna vel Ka'bə ma'a bayan hukmi. Yəni bunun inşallah bu hədislərin zəifliyi zikr olundu. Yəni az öncə indicə oxuduğum, yəni o ləfzlər ki var, onların məcmusu, yəni onların bir yerə toplanıb oxunması, yəni ki toplanmışıq elhamdülillah, yəni kitab şəklində, yəni kiçik də olsa əlimizdə vardır. Yəni bunu oxumaq insanları yormaqdan başqa bir şey deyilir. Hamısı yəni orada adlar, rəqəmlər, cildlər və s. ravi adları və olan ixtilafları zikr olunur. Yəni xülasə budur ki, yəni o hədisdə bu ibarə yoxdur ki, hadisdə Kəbəyə and içməklə bağlı ibarə inşallah yəni səhih yoldan gəlməmişdir. Bu minvalla inşallah yəni biz bu hədislərin yəni bu qisminin zəif olduğunu inşallah görürük. Yəni burada bir çox yəni sənədlər vardır ki, hansı ki bu hədislərin rivayəti ilə bağlı və hamısında da yəni ittirab, zəiflik, inqita və digər zəiflik növləri vardır. İndi isə inşallah bu babda gələn səhih rivayətləri incələyək.
عن نافع عن عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم أدرك عمر بن الخطاب وهو يسير في ركب وهو يحلف بأبيه فقال رسول الله صلى الله عليه وسلم إن الله ينهاكم أن تحلفوا بآبائكم فمن كان حالفا فليحلف بالله وسلم إن الله ينهاكم أن تحلفوا بآبائكم فمن كان حالفا فليحلف بالله أو ليصمت. وفي رواية أدرك النبي صلى الله عليه وسلم عمر في بعض أسفاره وهو يقول وأبي وأبي فقال إن الله ينهاكم أن تحلفوا بآبائكم من حلف فليحلف بالله أو ليسكت. وفي رواية أن رسول الله صلى الله عليه وسلم أدرك عمر وهو في ركب وهو يحلف بأبيه فقال لا تحلف بآبائكم ليحلف حالف بالله أو ليسكت. وفي رواية عن ابن عمر رضي الله عنهما أنه أدرك عمر ابن الخطاب في ركب وهو يحلف بأبيه فناداهم رسول الله صلى الله عليه وسلم ألا إن الله ينهاكم أن تحلفوا بآبائكم فمن كان حالفا فليحلف بالله أو ليصمت. Yani bu hadislerin hamısının mecmusu manası inşallah budur ki Resulullah sallallahu aleyhi ve sellem Ömer bin Hattab'ı atasına and ettiğini görür ve ona bunu Allah'ın qadağan ettiğini ve and içenin Allah'a and etmesini veya susmasını emretmiştir. Yani ya Allah'a and etsin ya da sussun. حارسن تخرجنا بخنا أخرجهم مالك والحميدي قال حدثنا سفيان قال حدثنا إسماعيل عن ابن أمية وابن أبي شيبة قال حدثنا ابن علي عن إسماعيل ابن أمية وأحمد قال حدثنا سفيان عن إسماعيل ابن أمية وفي مجرد الثاني قال حدثنا يحيى بن سعيد عن عبيد الله قال حدثنا ابن نمير قال حدثنا عبيد الله والدارمي قال أخبرنا الحكم بن المبارك قال أخبرنا مالك بن أنس والبخاري قال حدثنا موسى بن إسماعيل قال حدثنا جويرية وفي مجرد الثامنة قال حدثنا قتيبة قال حدثنا الليث إلى آخر هذه الأسانيد. Yani bu hadislerin isnatları inşallah zikrettiğim ve bu senetlerin hiçbirinde herhangi bir zayıflık yoktur ve toplayanda bu her üçü Abdullah ibn Amr el-Umari, Abdülkerim, Abdullah ibn Amr, bunların her üçü Nafi'den, o da İbn Ömer'den, o da veyahut da ki o da Ömer bin Hattab'dan, yani Abdullah ibn Ömer atasından rivayet edilir. Yani bunların hamısını inşallah inceledikdə yani başa düşmək olur ki bu rivayetlerin hiçbirisinde şirkten söhbət getmir. Sadece olarak Resulullah sallallahu aleyhi ve sellem bize qadağan etmiştir. Və onu da qadağan etməsi bizə bəs eləyər. Çünki biz Allah və Rasuluna iman etmişik və Resulullah sallallahu aleyhi və səlləmə qeyd-şərtsiz tabi olmağa Allah qarşısında əhd vermişik. Və Nisa surəsinin 65-ci ayəsi heç də yalnız məhkəmələrə, məhkəmə hakimlərinə aid deyildir. Həmçinin Nisa surəsinin 65-ci ayəsi dinde olan bütün meselelerde Resulullah sallallahu aleyhi ve sellem hakim tayin edip onun verdiği hüküme hiçbir sıkıntı duymadan tam bir teslimiyetle teslim olmaktır. Resulullah sallallahu aleyhi ve sellemin buna böyük şirk demesi, yani aslında şirkin kiçik ve böyük diye bir ayrımı yoktur. Sadece dilimiz öğrenip. Yani Resulullah aleyhissalatü vesselam buna şirk deseydi biz de şirk deyip iman ederdik. Çünkü biz iman etmişik. Resulullah sallallahu aleyhi ve sellemin sözleri bizim için Allah subhanahu vahiy ettiğine göre kanundur ve şeriattir. Ve Resulullah sallallahu aleyhi ve sellem'den Allah'tan başkasına and içmeye şirk demesi sabit olmadığı için biz de bunu demirik. Ve elə bir and içen bir Müslüman olsa da ona qadağan eləyirik ki Resulullah sallallahu aleyhi ve sellem buyurmuştur ki La tahlifu bi abaikum. Atalarınıza and içmeyin. Men kana halifen felyahlif billahi ev liyasmut. Kim ki and içedəysə Allah'a and içsin veya sussun. Ve biz de deyirik ki semi'na ve ata'na, eşittik ve itaat ettik ve ahiru da'vana elhamdülillahi rabbi.